Dayanın dostlar. Sənin də başına düşdü ana səs. Valla mən kontuziya aldım. 10 yeri polmu. Hə? Mənə siz Yox, sizdən qabaq bir oğlan var, canını açmıyor. Allaha and olsun, nə tər qışqırırsa mikrofon da özə qoyub. Quran haqqı səsi başıma düşdü. haralısınız? Göyçay. Göyçay. Dostlar, bəyənin ay dostlar. Siz Rusiyada yaşırsınız xanım? Bəli, Lab yaxşı. Siz haralısınız əslən? Talışam Lənkərandan. Lab yaxşı, çox gözəl. Çox sağ olun. Aşpazsınız, yemək zat pişirirsiniz, oraya aşpaz yazılır. Bəli, bəli, bəli. Siz nə işlə məşğulsuz? Mən pəhlivanam xanım. Pəhlivan nə deməkdir? Pəhlivan qeyri-adi güc hərəkəti eləyənə bizdə pəhlivan deyirlər. Bildim. Pəhlivan dedi, elə bildim kimsə yeyirsən. Ayo. Dəmir dümür yeyirəm mən. Mən dəmir dümürlə qidalanam da. Yalan Yoxsa deyil. 2 dənə gül atın. Həqiqdir. Bu gecə vaxtı bu niyə belədir? Bu valla gecə adam çox olur. Dəstək olan vəhşi olmur. Allahın gülünü atmırlar ya adamı. Həqiqi dəmir yeyirsən, hala qalala güllə. Yox, dəmir yemək olar. Proza dəmir dümürlə məşq eləyirəm. Vay dada dedim həqiqi yeyir də. Dəmir yox, amma şüşə yeyən var, görmüşəm. Sən onlara baş qoşma. Onlar adam deyirlər ki, onlara heç nə olmur. Niyə olmur ki? O şüşəni yeyirlər, axırda mədələri xəstə olur da. Məddə xəstə olur, nədir? Şüşə kəsər hər yeri. Kəsmir də, insan mədəsi elə bir orada ödün içindən elə zəhər gəlir ki, əridir o şüşəni. O şüşəni yeyə kəsilir də hər yer. Necə o yeyər? O vaxtı bir dənə deməli zərgəri tutdular. Deməli bu nə edirmiş? Hinduşka var ya, hinduşka. Hinduşkaya şüşəyi dizdirirmiş. Sonra o şüşəni yeyəndən sonra hinduşka onu götürürmüş, onu nətər işdirmişsə üstündə brilyantdan seçilmir konkret. Elə satırmış. Onun o vaxtı yadımda da elə birini tutmuşdular. Yəni mədə hər şey əridir. Özü hinduşkanın mədəsi daşı da əridir. Camaat işlər görür bu dəqiqə. Salam Seyhun Pəhlivan, necəsən qardaşım? İsa çox sağ ol, ay İsa. Düz deyirəm. Siz gözdə linza qoymusunuz, yoxsa elə rəngi elənsinə o rəng? Öz gözümün rəngidir. Lab yaxşı. Onda siz Rusiyadan anadan olmusunuz, ha? Yox, Azərbaycanda. Talış balasıyam da, Lənkəranda. Nüjəli sən nədir, pəhlivan görməmsən məktəbdə. Neçə yaşın var, soruşmaq ayıb olmaz. 36. Adamın nə mi pəhlivan dedim, anlayım kimsə yeyirsən də. Nə mi pəhlivan nədir? Desəydim məşq zat, bilərdim ki, qaldırırsanız. Pəhlivan niyə o tərəflərdə, siz tərəflərdə də məktəblərə gəlmir? Qorxumdan qaçırdım. Mənə bax, ay Elvira xanım. Pəhlivan deyəndə mənə ağlıma tez o gəldi ki, yeyən adamdır bu kimsə. Pəhlivan, böyük söyləyəcəm. Yeyən yeməni yeyir, pəhlivanlar yemək yeyən olur da, yəni güclü yeməlisən, o heç. Görsən, mənə şey gəlir. Mən də onu başa düşdüm, sən adam yeyirsən dəcə. Ay yox, adam yesəydim qanibal deyərdilər mənə. Məsələn, desəydim məşq eləyənəm, deyərdim, da o məşq eləyən. Deyirəm ki, adam yeyən olsaydı, mənə deyərdilər qanibal Çingiz. Hayır, onu bilmirəm daha. Valla adınızdan gördüm Çingiz, dedim bizimkidir. Pəhlivan bilmirəm, birinci arada eşidirəm, nə bilim, adamın yaşı gedib, yaşı qalıb. Adam o qədər həyat... Nə yaşın, mənlə yaşıdsan da, mən də o 88-ci ildənəm, 36 yaşım var, əqrəb bürcəyəm, əjdahayım. Həyatda o qədər problem olur, adam yaddan çıxadır da. İndi məşqçi desəydin, mən nə bilim. Yox, mən məşqçi deyiləm. Hala demədin... İdmançı. İdmançı. Demədin, nəsə yeyirsən, mismar yeyirsən, lap inandım mən ona. Oynuyorsunuz yenə? Oynayaq da, baxaq daha mənə deyərsən.
Mən sizə güldən ağır heç vaxt söz Yox, deyənmərəm. baxım daha nə yeyirsən. Hə, yeyirəm. Hə. Məsələn, Allah siz- verəndən hə, məsələn, daşdan yumuşaq yeməli nə varsa yeyirəm. hə, məsələn deyirsən, nasıl qaldırır? Neçə kilo ən çox qaldırırsan? Ən çox neçə kilo qaldırıram? Baxır nəyə deyirsən də, ştanq deyirsən. Hə də, hə, o da o şeylər var belə. Mən məsələn bunu Qanqa hara qaldırsam qədər tosuna qaldırmalı? yıxılamayıram. Giranı deyirsən. Hə. Gira nədir? Ada olur belə daş kimi belə, olur belə stanq olur. Nə cürbəcürdür, hərəsinin öz çəkisi var da, baxın nə. Gəl belə eləyək də, gəl mən sənin üçün bir dənə burada balaca bir hədiyyə düzəldim. Yəni, maraqlı bir şey əgər istəyirsənsə göstərə bilər. Əgər istəyirsənsə, istəməsən yox. Nə axı? Hə, nasıl qaldırmaq istəyirsən? Ay yox, qaldırmaq yox, evdə nə qaldıra bilərəm mən getim. Nəsə düzəldə bilərəm istəsən sənə. Nə? Nə hədiyyə. Nə hədiyyə? Da onu desəm də oca hədiyyə olmadı ki. Bəlkə belə bir şey düzəltsən. Düzəlt deyə deməlisən ki, yox. Bəlkə elə bir şey elədi ki, olmaz göstərmək. Yox, mən pəhlivan adamam, mənim adım sanım var. Səncə mən elə bir şey eləyərəm ki, mən sənə deyirəm ki, sənə 36 il ərzində elə bir hədiyyə düzəldən olmayıb. İndən belə də Allah sənə ömür versin, heç bir şəxs tərəfindən elə bir hədiyyə sənə eləməz. Ala elə baxay. Maraqlı da, hə? Hə, elə. Ya Allah, sən şey oldu dostlar. Görən nə inir? Ağlarına bu adam baxanda belə titrəmə tütürü adam. Ay dostlar. Çox güclüdür ya. Baxın. Mən idmançı görəndə Rusiyada Bu tutma. yəqin ki. Yerimi dəyişirəm də o tərəfdən gedirəm. Hə, görürəm. Bu nədir? Müsmardır da, hə. Səbirli ol göstərəcəm. Getdik. Oy nana. Oy nana, o necə ayrı elədi. Ay nana. Ay da, mismarın nə günə qoydu. Ada sən adamı da belə eləyərsən, Ay, adamla işim yoxdur. Hə. Gör sən nə düzəldirəm. Görürəm, hə, Allah bilsin nə düzəldərsən. Baxma. Ay da, çox sağ ol. Ürək elədi, ürək. Hal olsun da. Gəl bir dənə maraqlı bir şey göstərim sənə. Göstər, Allah göstər. Ay dostlar. Mən heç belə eləyə bilmərəm də, yəni. Sən yox, sən necə Rusiyanda inanmıram ki, orada kimsə bunu eləyə bilən var ha, demirəm. Amma belə tez. Nə olsa mənim düzəltmə gözümün inanmıram. qabağında qorxaram, mən qaçaram orada. Elə bilərəm məni də belə eləyər. Gəl belə eləyək. Bax, bu bilsən nədir? Hə, biləm. Elə Nədir? şey göstərmə, bir dənə şey olar, problem olar. Yox, olmaz, narahat olma. Bu kartdır da. Hə, biləm. Bu birinci səfər deyil ki, mən bunu gör, illərdir bunu eləyirəm. Hə. Birdən problem olar ha. Olmaz, narahat olma. Olsa mən olacaq. Hə, Uzaq başa çıxarsan. yaxşı. Görsən? Hə. Sən sayaqda 36 dənədir. İnanmırsansa saya da bilərəm. Hə, hayır, sənə inanıram da, yalan deməzsən. Yo, indi sən inana bilərsən, orada kimsə deyər ki, 36 dənə deyil də azdır, bax. Göstərirəm. Hə. Kəsik yoxdur ki, kartda. Yox, Bax, yaxından göstərin, baxın. Kəsik yoxdur ki. yox. Əllərinə bax, ay dostlar. Sənə əllərində qara olur. Bu bilirsən də nədir? Skoçdur da, lap onu da bilməyim mən. O? Bildim, hə. Bax, bunu bu ilə skoçlayıram kartı, bax. Hə. Ayda. Allah gətirir məni belə insanları qabağıma ki, sevinim, gülüm, əylənim. Bax, skoçladım. Gördünüz? Hə, İndi bunu bir dənə də belə skoçlayıram da, qoyub bərk olsun. hə, indi o yeyərsən. Hə, indi bax gör nə qaracam. Hə. Bax, skoçladım, gördün? Ya da dişinə açar. Hə.
Bax, hər tərəfini skoçladım. İndi mənə bir dənə təxmin et. Bu kartı Hə. nə qədər vaxtda mən cıra bilərəm? Onu çırarsan, ne dersen zaten ben deli olurum sana. Ay iskama oğlum da gülür. Səncə bunu nə qədər vaxtda cıra bilərəm? Sen ne dersen ada? Ben birinci defa deyib elə şey görürəm. Yeyir, vallahi yeyir. Bunu nə qədər vaxtda cıraram? Bir vaxt Ha, Allah səni mənə göndərib, mənə həyatım. Mən sabah uçuram, bir samolyotla. 100% Allahın işidir. Adat cır da cır. Yox, bir vaxtdır da, nə qədər vaxtda cıraram? Görüm düz tapsan, sənə deyərəm ki, həqiqətən hala sən bunu tapdın vaxtın. Çatıva soruşda çatındakılardan soruş. Arvad хочет карту. Сколько минут говорит? 2 dakikada. 30 Saniyə də saniye. deyə bilərsən. 3 saniyeye, 1 saniyeye. Yox, sən özün nə deyirsən? Səncə insan bunu nə qədər vaxtda cıra bilər? Özün bir düşün. Cır da mən ürəyin bir asir bilsən, sən onu nasıl eləyərsən, Mən nəsə eləyərsən, yox deyirəm sən bir dənə rəqəm deyən. Bax, məsələn, neçə saniyə səncə insan bunu skoçlu kartı 36 dənə skoçlu kartı insan nə qədər vaxtda cıra bilər? Mən nə bilim, adı cır da 30 saniye. 30 saniyə dedin, hə? Deməli belə eləyəcəyik. Hə. Mən bunu tuturam bu qaydada. Bax belə. Qoydum əlimə. Sən eləyəcəksən 1 deyəsən, 2, Hə. 3 deyəndə mən başlayacağam cırmağa. Hə, birdən bir şey eləyərsən, ada Amma orada. 1-2 üstümə də, bax belə deyəcəm. 1, Yaxşı, 2, TikTokda. 3 deyəsən. Da bax getdi. Ürəkli Hə. ol. Hə. 1, 2, 3. Mindən acırdı ay dostlar. Nə qədər vaxtdadır? Johnny çox sağ ol qardaşım. 2 saniye heç keçmədi, 1 saniye keçmədi. Dostlar 5 dənə gül atın da. Heç 1 saniye keçmədi. Yaxşı ki belə bir şey deyək. Yox, tamam, Azrailimsən 100% adım. Sonra Bax. uşaqla hakimə uçuram, hakimə gedirəm. Bax karta bax. Yox, Görsən bunu? Hə, görürəm. Ancaq barmaqla. Bax. Buradan cıram bax. Getdik bax. Hop. O kart bərk olur axı. Bərkdir də. Mən demirəm ki, yumuşaqdır. Bax. Hop. Arvada nasıl sürtdün axı? O əlimə sürtdüyüm maqneziumdur. Meldir, mel. Əlim tərləməsin. Evdəyəm axı, əl tərləyir. Ona görə bu şeydir. Bu şeydir də, kutsal daşdır da. Bu dua oxunur. Bax, üçbucaqdır, duadır. Cinlər var bunun içində. Hə. Ada, sən mənə de, neçə ildir bu işlə məşğulsan? 7 ildir. Hə. Yox, ay Orxan, meldir, mel qardaşım. Təbaşir tozu var. Ona maqnezium deyirlər ona. Ştangistlər zatlar əlinə sürtür ya, ondandır. Hamı səndən qorxuran, sən yanında yeriyəndə azad. Yox, mən nabrot mənə ən çox mənə ilişirlər. Ha, Gəl bax, buna bax, mismara bax, görsən. Yəni götürdü onu. Hə, görürəm. Yox, bu başqa mismardır, o deyil, o getdi ucu. Bax. Bax, görsən bunu, bax, bunu qoyuruq belə. Bax. Əskiyə bağladıq. İndi bax. Dişdən, görsən. İnanə. Bismillahirrahmanirrahim. Oy dada, neynir o? Azarfa deyirlər. Neynir? Yox, sən belə gitsin, sən adam da yeyirsən 100%, mənə demirsən, qorxmayayım mən. Adam yesəydim burada nə gəzirdim? Bir dəqiqə qobusdan kırıtıda oturmuşdum. Abziyankada meymun kimi qalmışdım orada. Kanibalları elə yerə soxurlar ki, ömrü boyu özlərinə gələnmirlər. Yəni, hayır, inşallah yemirsən. O elədiklərini göstərirsən də, harasa səni dəvət edirlər. Mən sirkdə işləyirəm də, mən beynəlxalq sirklərdə işləyirəm. Azərbaycandan başqa bütün ölkələrdə işləyirəm. Xarici ölkələrdə. Xəyal, çox sağ ol qardaş. Azərbaycanda işləmirsən? Yox da, Azərbaycanda sirk yox da, xarda işləyim.
Hə. Yobaşı olur Azərbaycan bayrağını qaldırırsan ha. Elə Mən yerlərə onsuz da hara gedirəm Azərbaycan bayrağını qaldırıram. Amma Azərbaycanın özündə yoxdur da, sirk yoxdur. Nətər eləyir? ola bilməz yoxdur. Var ya onun, yəni məni tanımırlar da orada. Hə. Deyirlər sən zəifsən. Yox, biz gördük də fakt nə elədi. Nə olsun? 121 milyon baxış YouTube'da varımdı. 370 min YouTube'da abunəm var. Burada da 300 mindir də bu heç. Əsas YouTube'da ən çox oradadır. Mən bütün Azərbaycan, xarici ölkələrdə sirk rəhbərləri məni tanıyır, bizdə tanımırlar. Mənim qabağıma çıxıb sən videoların 100%, prosto mən görməmişdim. Onlar elə şey olmasın ki, çıxma. Çox adam qabağına çıxıb. Kəşfiyyətə çox düşür videolarım. Yerbazdı deyirlər. Kim kimi? Əkbər əmi kimi? Ay nə yox, nə sehirbaz. Mən sehirbaz deyiləm, mən pəhlivanım. Pəhlivandır, ay ürəyim. Görmədiniz nələr elədi? Niko, çox sağ ol qardaşım. Bax, bunu görsən, bayaqçı kartdır da, skoşdur. Bax, bu çətin nömrədir. Həqiqətən çox çətin nömrədir, bax. Bax, 2 dənə bu barmaq. Xəyal, çox sağ ol qardaşım. Bax, bu da 2 barmaq, bax. Görsən, bax, bu. Bax, tutdum, bax. 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 Mənə bax, heç olub elə şey, cırmayı, onu istəmirsən, cırılmayıb. Olubdur. Olub, məsəl üçün, keçən dəfə buna 5 dənə skoçu üstə bağladım, cıranmadım. Hə. Niyə olmayıbdır? İstəyirsən, canlı yayımda sənin gözünün qabağında zəncir də qıra bilərəm. Biləyimlə. Kimlə? O kimdir? Biləyimdə deyirəm, zəncir də qıra bilərəm istəsən. Bilək nədir, ay dostlar? Bilək nə deyilir buna? Bilək. Hada qır da qır, ada ita qıra gəlirsən, qır. Qır Gərək 5 dəqiqə gözləyəsən də, mən o məsələ var. Ki bu şey var. İta görmüşəmsə səni getmək yoxdur mən üçün. Gözlə bir dəqiqə. Getməyə də qorxuram valla. Getsəm birdən deyərlər Pərvizi qoş. Bunların əlindən qaça bilərəm. Çengizi, Pərviz nə idi? Ay Allah. Pərviz. Bir dənə gül. Ay dostlar, niyə da gül atmırsınız axı? Mənə də atın da, fikriniz elə Çengiz üstə qalıb. Biri yazıb ki, mən də ilk dəfə səni Onda bir gördüm. dənə gözləyim, bunu biləyimə keçirdim bu şey ki, zəncili buna keçirdəcəm də. Bir dəqiqə səbirli olun. Yəqin videolarım var sayfada, hə? Nəyi necə qırırsan? 100%. Nəyi necə qırırsan yox, üstümdən maşınca keçirdirəm mən. Uy, nana, mən onu görmüşəm da, o maşın keçi mən. Ayda, mən görmüşəm bunu, valla görmüşəm. Maşın keçəndə dedim o adama nəsə oldu. Samolyot dartır, hə. Ya samolyot dartmamışam, yalan nə deyim. Yalan deməyin də ay dostlar, öldürmək istəyirlər. Mən elədiyimi videolar hamısı səhifəm. Samolyot amma təşkil eləyən olsa dartaram. Yox da axı. Müəyyən şeylər var ki, onun mənə icazə vermirlər də. Mən hələ deyirlər ki, sən olmaz. Deyirəm, oldu. Bir dəqiqə. Biləyimə keçirdim. Hara baxırsan zəncirdir. YouTube'da baxmışdım canlı yayınına, TikTok'da indi gördüm. Hə. Rusiyada qalandı o kimdirsə. Bilmirəm ki, mən amma maşın görmüşəm, belə bir şey kiminsə üstünə çıxır, mən ağlamışam, dərci gözümdən yaş dağılıb ki, o insan toçna şey oldu, bir də görüm insan durur yeri, deyirəm, amma niyə ağladım o gün? İnanmışam da elə şeyə. Mən çox safam, ay dostlar, mən belə şeylərə ürəyim pis olur, amma sən niyə Pərviz deyirəm, bilmirəm. Yəqin pəhləvan məni çaşdırır, Çingiz. Mən onu Pərviz bülbülüyə oxşadırsan məni. Bilmirəm ki, sizə baxa-baxa biraz da güclü oluram. Yəni Bura belə nətər şeylər. qoxmuş, mən bunu açıb çıxardamayacağım. Yuska, ты видела это? Он как делал это? Mismara nə deyirlər rus dilində? Qvoz.
Gvozd video как он делал. Bax. Sana mənim fanım paylaşar sabah. Mənim fanım belə şeylərdə yaxşıdır. Hə. Ya Allah. Bax, asta-asta göstərəm ki, görün. Sonra deməsinlər ki, bunun nə bilim, Ha, video. zəncirin Ha, yüz- şartı var. Ba, yaxın. Yaxından baxın. Baxıram. Bax, bu bir. Bax, bu ikincini göstərəm, bax. Baxın, ay millət. Görürsünüz, şartı yoxdur ki, yox. Keçdi. Ba. Görürsünüz, bax, svarkalıdır. Ba. 3. Bax. 4. Özdə balaca zənciri qırmaqla çətindir. 5. 6. Ola bilər qıra bilməyim, ha. 7. Mən indidən deyirəm, o nəmin Allahdan asıdır. 8. 9. Gördünüz? Verin nə insandır da özünə. Mən valla fəxr elədim sənə. Ay Yo, Çingiz. o elə olur ki, valla o nə bilim, o bir adrenalin, o adrenalin deyilən hormon var. Qıracaq. Bütün insanlarda var. O adrenalin deyilən hormon çoxalanda, riski bədəndə artanda adama güc gəlir. Onu nə bilim artıra biləcəm, yoxsa artsa qıracam, artmasa qıramayacam, nə bilim. Amma çalışacağam ki, qırım. Dəqiqə bunu salım bura. Ay dedəm. Bilməm. Dostlar, dayanın, ay dostlar. Görün nə inir, ay dostlar. Ay Allah, ay Pərviz. Sən məni dəli eləyərsən bu axşam. Uy, nənə. Ya Allah. Buradan açıldı. Gözlə bir də problem deyəcəm. Allah. Keçmədi bura. Dəqiqə. Ada aşiq olmaq nədir? Mən o yanında qalsam əsib ölərəm. Bir aşiq olmusan. Bir dəqiqə. Aşiq olmaq nədir? Hala TikTokdan baxıram ona əsirəm burada. Bir Bu aşiq. şey köməkçim olur mənim həmişə. O kömək edir bunu salmağa bura. Sala bilmirəm. Bir əlimlə tuta bilmirəm bunun şeyini. Sürüşdü çıxdı dəqiqə. Bir aşiq olmusan. Aha. Nədir? Mən fəxr eləyirəm. O elə şeylər eləyir. Bir aşiq. Hə. Bunlara bax gəldilər. 2 dənə gül atın dostlar. Ona da atın, mənə də atın. Görün nələr eləyir. Mən birinci dəfə deyib belə şey gözümlə. Tutub belə basa bilmirəm bunu. Aha, şu. Ada gördün də, yəni niyə eləyirsən axı? Yox, qırmalıyam. Ya qıracam, ya da qolum. Aa, çıxdı yerindən. Ya Allah. Sən Ada eləmə sən Allah. Çadıvat. Ada gülmə də. Mən burada qorxuram. Ha gördüm tan ortadan qırıldı. Yüzka şok. Ada bana oğlum şokdadır. Vurdum. Zəncir belə haça düşdü. O da vurdum. O boyda zərbə boşa getdi. Elə bil əlim boşa çıxdı. Uy, Amma nə? vurdum ha. Baxın dostlar. Balaca zənciri qırmaq çox çətindir. Zəncir uzun olanda rahat güc verə bilirsən. Balacadır deyənə əlim tam açılmır deyənə biceps mən naqruska verdim. O hara düşdü o? Bir dəqiqə gözünü tutun. Olsun valla. Bu hara düşdü bu? Mənim iç səsimi bilsəz deyərsiniz, yazıq bacı. Mən tabanmadım. Evə düşüb harasa. Oo. Ay nə deyim, valla halal olsun. Gördük dostlar. Deyirlər ki, əgər inanmayan da varsa, mən yenə də deyirəm, valla bax Göyçayda qalam, gəlin, zənciri verim, kim inanmır, baxın. Prob eləyin, qıra bilməsəz mən qıram, amma interesə. Halal olsun eyvallah. Ağrıyar əli ha. Ya, boş şeydir.
Bax, mən sizə bir şey deyim. Onu qıra bilməsəydim, Quran haqqı mən zədələnəcəkdim. Mənim əlim ağrıyacaq. Qırandan sonra elə bil ağrını hiss eləmirəm. Ləzzət eləyir mənə. Hə, o Mənə ləzzət eləyir. Amma qıranda ləzzət eləyir. Qıra bilməyəndə dəli oluram. Bəlkə də o mümkün olmaz. Onu mən 1000 dəfə də olsa vuracam, licbo qırılmalıdır. Yata bilmərəm. Mən həmin günü biabır oldum da. Hə. Həmin günü mən biabır oldum. Mən sizəm, xoş gəldin. Denən şkafı qaldırsın. Hə. Ay dostlar, nə yazırsınız? Başladınız yenə. Şkafı qaldırsın. Görsən ha. Şkafı qaldıranda nə olur? Da zənciri qıran şkafı da qaldırar da. Bunlar dəhşətdirlər. Yalan deyilsiniz, valla. Gəlin sizə istəyirsiniz bir dənə də şou göstərin. Necə? Çünki ev şəraitindədir, xırda şeylər göstərin. Mən ona Pərviz deyirəm. Göstərin. Ay dostlar, sizin yazdığınız sözlərə görə çaşıram ha mən. İşləmişəm, qaqa, Mərcanda işləmişəm axıran. Gəlsən bu gecə buradayam mən. Ay Elvira xanım, deyirəm, istəyirsiniz bir dənə də şou göstərim sizə. Adı yoruldun, istirahat elədə. Yo, mən yorulmuram. Pəhlivanlar heç vaxt yorulmur. Hə, göstərin də, nə bilim, mənə də maraqlıdır valla. Bir dənə şah əsəri yaradım burada. Vay. Mən 3 il bundan əvvəl qaqa Mərcan Broilerdə işləmişəm, Ucarda. Halal olsun, eyvallah, halal olsun. Gör, mən necə yaxşı insanları tanıyıram ha. Allah gətirir, valla. Bu aralar, ay Çingiz, mənə yayınlarım düşüb ha. Dəstəyim də elə də yoxdur. İnansan, heç kim mənə oyun atmır da. Görsən, özüm sənə attım. Adını gördüm, dedim bizimkidir də, atım. Nabil eləyər, eləməz. Yəni, heç mən bilmirdim kimdir, valla. Deməli, bax, 2 dənə Əlvi bilə qaldırmışdın, qorxdum. Amma yenə risk elədim, attım. Bax. 2 dənə mismar. 2 dənə mismardır, bax. Yaxından göstərəm, baxın. Hə, Gördünüz? nə oyun gətirərsən onların başına. Ay, dədən ki. Ya Allah. Baxmaya asan deyil, eləyə biləsin. Ən çətini bilsən nədir? Olsun, eyvallah. Mən eləyə bilməzdim. Ay, sən bunu hara edirsən? Sən bunu eləyənmərsən. Adı, yox, yəni deməyin mənası, o mənə əlimə batar, 100% qan çıxar, ha? Bax. Ayda, nə günə qoydu mismarı. O mismar danışsaydı, deyərdi, mən nə günahım var, məni o günə qoyursan. Oyda. Bunu mən yalın əllə elədim, özə qısa vaxt ərzində. Baxın, Yəni bir 15 saniyə vaxt getdi. Hallarına baxın, ay dostlar. Yo, əlimə işin olmadı. Qıpqırmızı olub ada. O da qızaracaq da, ətdir də, Allah evi ütüysün. Dəmir deyil ki, qaralsın. Əl kremi zat sür tərəsi. Yox, o nə, əl kremi sürsəm, ucuda oldu qız əli. Ada, sən yaxşılığa deyirəm da, heç olmasa... Yox, olmaz, krem sürtəndə adamın əli yumuşalır. Yumuşaq əllə mismarı belirsən, cırıq-cırıq olar. Ay da adam gəl. Hada krem də sürtmürsə əlinə, onda halal olsun, eyvallah, halal olsun. Mən belə şeyləri YouTube'da çox görmüşdüm. Birinci dəfədə canlı gördüm. Üzr istəyirəm Elvira xanım. Deməli burada Elvin var. Yazır ki, elmin pəhlivan etdiyini heç kim edə bilməz.
Burada 800 nəfər adam Çingiz Pəhlivanın canlısındadır dədə. İnşallah Elmin Pəhlivan dediyin canını açar. Mən Elmin adında Pəhlivan Azərbaycanda tanımıram. Mən də tanımıram. Elmin adında da Pəhlivan tanımıram mən. İnşallah canını açar eləyər, onda izləyicilər girər, nə gözəl ona baxarlar. İndi sən girib Çingiz Pəhlivanın canlısında girib Elmin Pəhlivan reklam edirsənsə, da bu bəllidir də dədə, sənə başıva dönərəm atam. Oturmuşsan arıqsan, oturmuşsan o daşın üstündə mişobbaya oxşayırsan. Yazamıza qaqa çıx da buradan da. Və o səndən Gecə saat qorxdu. 2-yə işləmiş qoyda rahat. Beçə bu gecə rahat yat da. Mən qəşəng rusların bir blaqadarlı söz deyəcəm 3 kəlmə gedəsən. Görsən onu yazmaqla nə edirsən ki? Çingizə şükür Allah, mən yenə də deyirəm, meydandayam, çağır gəlsin yarışaq. Anar nə vaxtdan pəhlivan olur? Anarı mən pəhlivan demişəm. Anarı da pəhlivan kimi tanımayan pəhlivan özünü tanımır. Başa düşdün? Get bu sözü də çatdır cinə. Adam boş ver. Adamzad oxutdurursan, belə öyrətdirirlər. Yo, mən tələbəm yoxdur. Mənim dostlarım var. Ülvüdür, bir də Anardır. İkisi də pəhlivandır. Anar 65 kilodur. Öz çəkisindən 10 kilo artığı tək əlində qaldırır. Hələ Azərbaycanda elə bir pəhlivan yoxdur ki, özü öz çəkisindən 10 kilo artığı tək əlində yuxarı qaldırsın. Anar, elə bir adam varsa çıxsın desin. Hə, səxavat. Prosta bunlar girirlər. Bilirsiniz necədir Elvira xanım? Mən neçə ildir bu Nə sosial elədiyini eləyə platformada. bilməzlər, yazırlar nasıl nəstiri nəvi pozmaq üçün. Belə onun vidina fasona baxanda bilinir də bu indi nədir. Hə. Elə o daşın üstündə oturubdu, belə rahat deyə, yerin qaqa rahatdır deyəsən, qara açkində taxmısan gözvə. Deyirəm də get bura, get, ağıllı ol. Fikir vermə, fikir vermə. Yox, vallahi halal olsun. Ürək düzəltdim də, bura, bayaqlarımı düzəltdim xanım. Düzəltdi də mənə da ürək. Bu deyil, mənim ürəyimdir. Elə başlayan kimi ürəkdən başlamışam, narahat olma. Ha. Başdan kimi ürəkdən başladı. Dəstək olun dostlar, tıklayın. 185 nəfər. Elə bir sizin də keyfiniz yoxdur. Mənim keyfim var, yox. Mənim prosto necə başa salım? Fikrim qalır da burada. Mən də yayın açıram. Prosto insanların yazdıqlarına fikir verirəm. Ona görə biraz pis oluram. Salam, salam Sahil. Boy, ürək də var. Yanırsınız? Yanır. Sizə də yaqın onda ilişirlər ha. Yəqin ki, indi sizin canınızda Gəl elə onların acına gəl bir dənə də güc nömrəsi göstərim. Göstərin. Bax, görürsünüz bu mismarı. Yaxşıdır, çox sağ ol. Görürsünüz. Bir də bir şey deyim, çox adam deyir ki, mismarı, valla mən mismarı kəsməmişəm, bu zavodda olanda, bax, bu nəsə belə şey olur mismarların üstündə, bax, çoxsunda var, bax. Bax, bunda da var, bax. Görürsünüz dostlar. Deyirlər ki, güya mismarı çapmışam. Valla mənim heç, bu tıqqılı tızıq kimi olur mismarların üstündə, o mənim bilmirəm, o mismar zavodundan soruşun. Deməli, buna nə edirik? Bax, bunu qoyuruq əskiyin arasına bu qaydada. Sizcə bunu mən nə qədər vaxta sındıra bilərəm? Qırmaq ha, əymək demirəm. Əymək rahatdır, belə elirsən, qırmaq, 2 hissəyə bölmək. Hə. Necə bölər? Ada sən yat da. Uşaq da sənə baxır öz telefonuna. Baxsın da elə oğlan uşaqları mənə baxsınlar. Yüzdə çox güclüdür. Mənim oğlum. Maşallah, maşallah. Güclüdür. Yüzqanın da gücü var, maşallah. 20 saniyədə yazırlar, 1 dəqiqədə. Siz nə qədər vaxt deyirsiniz? Gəlin, bax, bir şey göstərəcəm, heç nə demirəm. Mən elə biləm tez eləyərsiniz. Bax, bunu mən belə sındırmayacağam. Çünki belənsinə çox adam eləyə bilər onu. Başları xarab oldu. Kimlə bəylərlə oynayıram, sırazı deyirlər, sevir onu. Başları xarab olub. Elvira xanım, mən bunu necə eləyəcəm? Mən bunu əli arxada sındıracağım. Hə. Bax, belə. Biz onu görərik. Görünür, hə? Hə, görünür. Siz 1, 2, 3 deyin, mən başlayayım. Görünür, nə qədər vaxt edirəcəm. 1,
2, 3. Qərdi ya. O siz üçün heç nədir də, o qədər eləmişsiniz Hiss öcə. eləmədim. Ha, yo. Hiss eləmədim. Ha, konkret həqiqətən deyirəm ki, hiss eləmədim. Yaxşı, gəl bir dənə də nömrə göstərim. 8 saniyəyə deyirlər Bax, elədi. həmin o mismardır. Demə Eliya, demə. Həmin mismarın yarısıdır, görürsünüz. 200'lük mismar idi bu. Qırdım, yarısı qalıbdı. Bunu da hədiyyə kimi elə belə əyirəm. Elə belə əyirəm. Bunu da, nə bilim, o bacaran pəhlivan olsa qoyarsın bunu. Əyib videosunu çəkib göstərər. Deyəm bir dəqiqə. Əşkin olsun. Qoy, bunu da əyirəm, o deyirlər, səndən güclü pəhlivanlar var. Mən nə deyirəm? Pəhlivanın barmaqları əsas güclü olmalıdır. İnşallah bunu əyərik. Vay, ayağımın arasında görsən əymirəm. Göz qabağında. Allah. Bunu da o özünü məndən güclü hiss edən pəhlivanlar var. Elə belə bunu eləsin, göstərsin canlıda, belə. Görsünüz? 200'lük mismarın yarısıdır. Ha, 150'lik değil bu. 200'lük mismarın yarısıdır. 9 santı, 10 santı orada şey olur. Onu da əydim. Mənki ancaq budur da xanım, güc nömrələri. Belə şeylər xoşlayıram. Yox, sizin işiniz. Əsəblərimiz, yaxşı ki, Allah Taala elə bir bunu mənə bir yazığı gəldi, mənə verdi. Mən əsəb xəstəsi idim. Mən nevrozam da, bildiyin ən pis nevroz idim. Dəlixananın qapısının ağzında duran adamam mən. Yəni, vot-vot qalmışdı ki, mən dəlixanaya düşəcəkdim. Elə bir Allah Taala mənə bu sənəti verdi. 29 yaşında başlamışam ha mən. O bəziləri kimi uşaq vaxtından məşq eləməmişəm mən. Mən 29 yaşına qədər ən ağır qaldırdığım olubdu 2 dənə çörək. Heç mən bir 5 kilo kartofu mən qaldıra bilməmişəm. Mən 29 yaşında Allahın yazığı gəldi. Mən indi belə şeylər edirəm, rahatlanıram. Əsəblərim sakitləşir. Yəni bunu da nəzərə alın ha. İndi siz mənə gedin Azərbaycanda pəhlivan tapın, gətirin ki 29 yaşında 7 ildir cəmaət 29 yaşında pensiya çıxır idmanda. Mən 7 ilə bu qədər uğur qazanmışam. Var bu qədər uğuru olan pəhlivan, bir dənə adını çəkin. Ancaq girirsiniz burada söyüş yazırlar. Nə filan kəs bunu elədi. Mənə filan kəs maraqlı deyil. Bir dəfə çıxsınlar ölkədən qıraqda Azərbaycan güc sənətini yaşatsınlar. TikTok'a girib, TikTok'da yox, meydana çıxsınlar. Meydanda çıxsınlar, meydanda güc göstərsinlər. Var. Mən tanımıram məndən çox tanınan pəhlivan Azərbaycanda. Hadi o sizə Allahdan verilən şeydir. O da yəqin. Niyə tanımıram Mahir Pəhlivan? Mahir Pəhlivan dostumda Astaralıdır. Bayaq oyla canlı yayımdaydım. İndi 36 yaşım var sahib. Halal olsun. Mən yaşdasınız. Mən də 36 yaşım var. Bəxtiyar, necəsən qardaşım? Üzürlü hesab elə dədir. Görüşmədim. Bəxtiyar, nətərsən qaqa? Hə, bilirəm, siz də bayaqdınız, 36 yaşım var. Siz nə bürcüsüz, xanım? Oğlaq. Hə, oğlaq. Mən əqrəb. Salam üçün, salam Bəxtiyar. Halal olsun valla. Yadullah salam. Məqsəd çox sağ ol. Kür, yaxşıyam, Bəxtiyar, yaxşı ol qardaşım.
Hə, oğlaqlar töküldü bura. Oğlaqlar takib atın. Əqrəblər də töküləcək bura indi birazdan. Hə. Bilmirəm, ay, may 56, bilmirəm. Kimdirsə öz səhifəsindən gəlmir. Çox Noyabrın paxıl 8-ə bura. Mən də onu atmıram səssizə. Qoy görüm daha nə yazır. Canlı bəyənənlər təşəkkür edirəm. Nə oldu ay Elvira xanım? Biraz söhbət eləyin də. Elə ancaq mən Hə. düşünürəm. Nə bilim, nə söhbət eləyim, nə deyim. Siz maraqlıdır, həqiqətən halal olsun sizə. Hamısı yaxşı sözlər yazır burada sizə. Sağ olsunlar. Yaxşı söz yazandan Allah canını sağ eləsin. Pis söz yazanlar da məlum məsələdir də. Bir balaca dünyaya gələndə kiçik travmalar olubdu onların. O da onların günahı deyil, o mamasının günahıdır. Yorğunam mən, qurusunu deyil. Yəqin o pis söz yazanlar var Elvira xanım. Onlar dünyaya gələndə kiçik travmalar yaşayıblar. Günah da onlarda atalarında olub ki, mamaçıya pul verməyiblər, şirinlik verməyiblər deyənə o olur da elə qəsdən belə vururlar başına ki, qoy uşaq bir balaca şey olsun. Başa belə sən necə ürək yandırmadan şey eləyiblər. Ona görə onlarda bir travma yaranıbdı. Nifrət yaranıb insanlara qarşı. Ayıra bilmirlər pisinə yaxşı. O da günahın yarısı onların dədəsindədir, yarısı da mamaçadadır. Hə, düz deyirsən. 100%, 100%. 100%. 100%. Allah güldürsün. Gözəl xasiyyətiniz var, xanım. Hə, 10'dur, yadullah. 10 yox, 12 santıdır bura. Gözəl xasiyyətimə görə sevilirəm də. Səbirli insanım. Nə desələr arxamca, nə desələr mən sakit durarım. Mən Əlbəttə. Allaha deyirəm, Allah. Bəxtiyar, çox sağ ol qardaş. Səbr eləyən dərviş muradına ermiş. Hə, bircə Allaha tapşıraram. Yəni nə haqqıma da girsələr Allahıma tapşıraram. Yəni fakt mən iki özümü bilirəm, mən yolumda düzəm. Allah köməyin olsun. Çox sağ ol. Allah hamının köməyi olsun. Cümləmizdən. 360-cı izləyiciniz mən oldum sizin. Hə, mən də elə onu deyirdim ki, gəl takibləşək. İnşallah mən səhər yola düşürəm, Moskvaya gedirəm, uşağımı həkimə aparıram. İnşallah Allah şəfa orada da versin. açsam canlı, orada da PK eləsək, açaram. Siz indi Rusiyada deyilsiniz ki. Rusiyadayam, amma Moskva ayrıdır, Peter ayrıdır. Mən Sankt-Peterburqda oluram. Hə, siz oradan Moskvaya samolyotla gedəsiniz. Bəli, bir saatlı yoldur. Hə, mən Allah sabah yolunuzu açıq eləsin. oldu. Təşəkkür edirəm. Sabah da inşallah oynayarıq. Həm söhbət İnşallah.